Hamınızı salamlar dostlar, necəsiniz? Hamınızı salamlayıram dostlarım. Mən Hamid Yiyətə bu YouTube kanalıma və videoma hamınız xoş gəldiniz dostlarım. Necəsiniz? Nə var, nə yox, neyinirsiniz? Keyfimiz, əhvalımız iyi. Yaxşıdır dostlar. Neyinirsiniz də? Hoşum. Bəli dostlar, bu günlər gördüyünüz kimi yepyeni bir 4-cü bölümlə, Strike Ops'un 4-cü bölümünə yepyeni bir videoyla qarşınızdayım dostlarım. Bəli. Düz eşitdiniz, yepyeni bir 4-cü bölümlə artıq qarşınızdayım və ben posta bildirmiştim ki, yani yazmıştım oraya 20'sini tamam edeceğim ama artık aynı sizi diye nasıl 23'tü ha. Artık 23'tü yani. 3 gün 2 gün sonra video attım yani 3 günde video attım. Çünkü hem yazdım hem oradan gelmeye var falan, yorgun oldum sonra biraz. Neyse hazır şey necə deyim, yoxladım şeyleri sonra biraz bir dünən keyfim olmadı nasıl video atma. Ona göre istedim ki bugün bir dəfəlik video atım yani. Eybi yok dostlar. Yani 2-3 gündən heç olmaz yani. Təbii ki listləri demişim ki heç vaxt videosu buraxmayacağam. Və həmişə də nəsə bıraksam da səbəbini postlar bölməsində yazacağım. Ona göre orada yani gözləyin dostlar. Bəli dostlar, gördüyünüz kimi artıq Strike Ops'un 4-cü bölüm. Keçən bölümünü izləməyənlər bu mütləq izləsinlər. 3 həftəyə 4 həftə bundan qabaq atmışam bilmirəm. Amma ki 3-cü bölümdə zombi modunu oynamışdım dostlar. Yani yeni silah UMP P90 aldım ve bu hesap da gitmişti. Yeniden yani getirdim, kastım UMP'ni aldım, P90 aldım ve artık yeniden yani devam edeceğiz. Bəli dostlar, çok uzatmadan artık kontrollerimi falan da değişmişim. Çok uzatmadan dostlar, ne edəcəyimizi, ne edəcəyimizi bence hər biriniz, mən izləyənlər, çox izləyicim bence yaxşı bilirlər dostlar. Yine de hatırlatma edeyim yeni videomda keşfetten gelenler için, yeni izleyenler için. Yani mütləq 3-cü bölümü izləməyənlər izləsinlər, like atsınlar o videoya. Və mütləq onu bildirmək istəyirəm ki, abone olmayı, like atmayı unutmayın dostlarım. Çünki daha da necə deyim, kanalımız böyüsün, inkişaf eləsin və daha da yaxşı yerlərə çıxsın, yəni yaxşı səviyyəyə çıxsın. Və bildirişləri açmayı unutmayın ki, attığım hər bir videodan xəbərdar olasınız, heç birini qaçırmayasınız ki, sonra gözünüzden yani kaçmasın hiçbir video. Ona göre bildirişleri açın. Bəli dostlarım, çok uzatmadan geçirik oyunumuza. Yani oyunumuzda yakacak. Göre ne gel başımıza. Zombi modunu oynamıştık. Göre ne azım oldu kayda kalıp. Onlarda oynayarıq. İlk önce de Elitex görevler yenilenip. Ve sonra dostlar buradan Look Drop. Bunları da sonra çevirərik. Bateri. Bir tane bundan çevirir. Bir de M4 abi biz açısız olur. 3 tane rankisi çıxdı. Ya da ki bu qız karakter. Elə də istəmirik bu qız karakterini. Həm də M4 abi çıxsaydı, yəni atardı da bizi qabara. Pul toplayıb başqa bir silah açardıq. Yaxşı olardı. Daily Reverse. Artıq dostlar, yəni UMP silahını aldım. AKM-ni də sən almışam, UMP silahını aldım dostlar. Ona görə artıq bu günlüklərə pul gəlir yəni. Bu arada bundan qabaq Shadow Fight'ın telefon onu demişdim. Stick varsın da ikinci bölümünü atmıştım. Onu da izlemeyenler izlesinler. Burada onu da 2-3 gün bundan qabaq attım. 19 atmışım neredeyse. Səhv eləməmişəm. Və dostlar, gördüyünüz kimi burada 20 tane bilet var, yani 20 tane çevirəcəyik. Yəni burada gördüyünüz kimi yaxşı ödüllər var. P90'ım var mənim. Yəni P90 çıxmaz inşallah, P90 çıxmaq. Yəni gərək yoxdur, lazım deyil. EP7'dir, akrep deyirlər də buna, PUBG-də sevləməm. Hə, akrep. Bir AWP. Burada AVM deyirəm. AWP ne diye qoyur? Elə adını AWP qoydu. Gör bunlar götürüblər, yəni götürmüş kimi sayılmasınlar da. M-ni P eləyiblər. AVM-dir dostlar. Bir də Savedov. Yəni pompalı. Bildiğimiz pompalı yəni. 1.5 saat pompalı çıxsa bir akrep. Bir də AVM-də falan çıxsa sevinək. Bəli dostlar, ilk çevirmemizi çevirdik. Buraya ne çıxacaq? Oy, bir dənə keçsəydik bir şey çıxacaq diye dostlar. Pompalı. Neyse dostlar, ikinci çevirmemizi. Hadi. Allah, bir dənə qalır həmişə dostlar. Bir dənə də səvamaya edəcəkdik. Çevirmələr şeydik. Açıq daha şey yapma. Yorma bizi. Bunu da çeviririk dostlar. Çok programlarda çok benim. Bunu videoya baxanlar üçün, baxanların şərəfinə çevirirəm. Onda bunu videoya, yani like atanlar üçün
çeviririk dostlar. Yəni like atın ki çıxsın. Ya Allah getdik. AVM'den pompadan mesela yaxşı. Yine pul verdi. Yine 6000 şey pul verdi. Yani pullarımız da böyle kasırıq qəşəng. Güzel. Pul da kasırıq kesin. O da pul kassaq da yaxşıdır ki silahları aça bilərik. Bunu dostlar şey üçün ya kanala abunə olanlar üçün sevirəm. Kanala abunə olanların şərəfinə. Getdik. Ay bismillah. Görək nə gələcək. Yenə 6000 pul. Hayda. Hesablaşıram abi. Neyse dostlar. Bunu elə özüm üçün çevirəm. Bəlkə özüm üçün dedim. Tuttu dayı. Özüm üçün dedim. Yəni aranızdan pul arttı. Bunu YouTube kanalım üçün çevirəm. Yani kanal üçün. Hamı diyete öyle şey. Kanal üçün. Qəşəng pul çıxdı. Bunu nə üçün çevirəm? Bunu nə üçün çevirəm? Bunu nə üçün çevirəm? Bunu boş çevirəm. Ağlıma bir şey gəlmədi. Bir də artıq 3 dəfə eyni pulu verib əsəbləşdim. Çoxdur, sevinirik heç. Amma bir mən silah istəyirəm mən çıxsın. Valla bu pompalı testansıdır da yəni. Bu parıldayır deyə. Pompalı çıxsa Allah fəal olar. Çıxar pompalı. Əsəbləşdim mən. Bunu hayda. Ne gelmedi. Bunu izləyicilərim üçün çevirəm mən. Yəni hər videomu izləyənlər üçün. Nə də sev olanlar üçün çevirəm. Hayda. Bax 20 dənə deyək. Yəni ki 2 dənə var. Bunu dostlar heç üçün çevirirəm deyəm. Mənə Strak şey ne diyeyim ha. Kanalıma hem abone olup hem like atıp hem de bildirişi açanlar üçün. Üçünü de edənlər üçün çevirəm. Hem de dostlarım paylaşanlar üçün. Kanal paylaşanlar üçün. Eləməmsi. Ayıb olsun sizə. Niyə eləməmsi? Eləsəz bəlkə də çıxmışdı. Bunu da bir dənə çevirək. 3 tane kaldı. Onu da tezlikle çevirəm. Olsa bunlarda verməyib. Üçündə də verməyib. Aha. Bir dəniz abi məni verir. Çıxara bilmədi artıq video burada vaxtımız yetdi. Şimdi çevirəm. Belki sonuncu da çıxdı. Neyse dostlar. Neyse o alınmadı da. Neyse dostlarım. Çevirməmizi də elədik yəni. Heç bir şey çıxmadı gördüyünüz kimi. Artıq belə silahlarımı bunlar heç öz verir. Bu map'i almışıq. Belə olsa almışıq. Buna pulumuz çatır mı? Yox. 100 min. Pulumuz buna çatır. Bəli. Bunu alaq görsün. Yox da yox. Məsələn AVM. Buna da çatmır. Biz nəsə kasaq da görək bir şey yamunaları. Bunu istəməm alım. Bunu belki ən axırda zaten silahların çoxsunu alanda alaram da yəni. Bu nə iş edəcək ondan sonra. Yaxın silahlar. Nerede yoxsa alaram. Neyse dostlar çıxaq buradan. Alacaq bir şey yoxdur. Karakterlere bakın. Böyle hoşuma geldi karakterden falan aldım. Veteran yok bu yok. Bu da yok eş. Bu qəşəng. Mesaj almaq olar. Pul çatmır da dərs. Bunları yüksəlmək olur. Niyə eləmir yüksəl? Silahı da yüksəlmək olur dostlar. Bu silahlardan da yüksəlmək olur ama yine de yüksəlmək. Məsələn yeni bir silah alım olsa aldığınız silahlar güclənəcək də. Məsələn 3'dür böyle. Kesinlikle aldığınız özləri yüksəlir. Ona görə yüksəlməyə də. Yəni, neyse dostlar çox uzatmayaq.
Siyahda yani play. Biz dostlar bildiğimiz kimi survival modunda yani Dark Shumble oynamışdıq. İndi Zombie City, zombi şəhəri. Bu zombi şəhəri yəni istəyirəm ki, belə bir şey istəyirəm. Yəni zombi şəhəri deyəndə ki, keçən dəfə zombilər gəldi. Bu da zombi şəhəridir. Ona görə yəni zombi gələcəkdi. Mən bunu oynamışdım özüm üçün. Gördüm mənə belə deyil, çəkməmək qərarına gəldim. Yəni eyni olmasa da biz kontek yəni dəyişsin. Ona görə boss yerinə gəlirik. Biz burada deyəsən udanlar neçə dəqiqə izad. O krokodilus. Uç deyirəm, bombardilo krokodil. Bu arada dostlar, onu da bildirmək istəyirəm ki, yadımdan çıxmışdı. Onu da bir dənə bildirim istərəm. İstəyirəm ki, yəni əvvəlki kimi necə video çəkirdim. Hamdiyyəti kanalım şey oldu, getdi, video paylaşma olmadı. İstəyirəm dostlar, vlog videosu çəkeyim. Nəsə tepki videoları, TikTok izlədiyim, edit izlədiyim, nəsə aldım, yedim, qaçışdırdım. Belə də əvvəlki kimi olmuşum. Sizə belə bir videolar çəkeyim, davam edeyim. Onu siz necə istəyirsiniz dostlar? Çəkimmi, çəkməyimmi? Fikrinizi yorumlarda gözləyirəm, yorumlarda bölüşə bilərsiniz dostlar. Mən sizə çəkeyim, yəni bu videodan da sonra yəni artıq kanal açmışam. Yəni o videoda kanalda paylaşacağam. Siz də yəni yazın. Görüm istəyirsiniz, istəmirsiniz. Təbii ki də mən çəkəcəm. Yəni istəyən baxar, istəyən baxmaz. Mən istəyirəm ki, çəkim də yəni həvəsim var da olsa, həm də siz də sıxılmazsınız, yəni yaxşı olar. Ancaq oyun. Məncə artıq belə vlog fason da çəkəkdə, yəni tepki falan. Ancaq mobil oyunlar çəkirəm, yəni konteksti biraz dəyişək də, bildiniz necə. Bəli dostlar, yəni belə siz istəyinizə bağlı. Amma mən açmışam falan, istəyirəm çəkeyim. Yəni çəkim siz də baxın da, həm də başınız falan qatışar, yəni oyundan falan. O videoda şey paylaşaram, vlog fason falan. Daha yəni TikTok izlədim, həyatla bağlı falan. Burada da mobil oyunları paylaşmağa davam edirəm. Və dostum, bunu bildirdim sizlərə. Kiləcəz, heç bu da heç. Boss'u öldürməyə çalışacaq. Barek Bull. Bunu keçən bölümü öldürmüşdü, hə? Boss'u burada da öldürək də. Nəsə, hədiyyə falan veririk deyəsən. Bu nə deyir? Himmak times yox. Barrel Buck Boot. Getdik dostlar, görək necə gəlir başımıza, ya Allah. Heç öldürdük, girdik. Sırlamaya. Aha, xəritə dəyişib. Sonra bu nə? 3. Vaxtımız var, 3 dəqiqə. Atmış. Başdan daha çox sayıram. Yan da. Tamam, silah. Hakim. Dayan görüm. Ben yanındakine basalım. Orta tosu 31 tane. Can kitim var. 24 tane var. Ama vuramıyorum. Gülok tabi. Kas. Yani bu çekeceğim o videoda. Öyle bir kanal açım çekeceğim ve artık yani atmışım çok istedim yani. Görmesine ve istediğini ben yani çekeceğim. Özüm de hem de istedim. Maraqlı olan mən yəni ilk videomda sabahda falan paylaşıyorum. İndi falan çəkdim. Sabahda da yəni bir gün onda video atarım, bir gün bu kanalda. Kanalımın linkini paylaşacağım yorumlar. Paylaşacağım size. Artıq əliyim. Söz yerim.
2x canı var. 2x kaldı. Və dostlar başaramadık. Alınmadı. Olmadı da niye? Yani burada böyle getdik. Yemək. Hatta video 15 dəqiqədir. Oha. Yəni dostlar bu səfər alınmadı. Təəssüf keçənki bölümdə yəni utduğu vaxt vardı deyə. O reklam. Oyun. Bu oyun dəqiq belə. Yəni GTA videosu GTA başı. Videosu gətirib qoyulur. Oyun belədir. Yəni basacağım gedəcək Play Market. Elə aldılar ya da. Güya bastım gedir Play Market. Mən oradan indi çıxamayacağam dedi. Çıxıram ki. Yəni bir yükləməz. Bu arada bu oyun videosu çıxır. Belə şey. Böyle hər oyun gələcək, yəni standart olmuyor. Hər serinin mən başladıram. Hər yəni Play Market demişəm də, yəni birinci kanal birinci videomda, yəni bu kanalın birinci videosunda demişəm, yəni bu kanalın birinci videosu ikinci FIFA serisi idi, amma Hamidiyetidən təbii ki də başladım. O getdi deyənə paylaşa bilmədim, davam edemedim. 11 abonesi vardı həm də. Bu arada 5 abone idi dostlar, 4 aboneye düşmüşəm. Yəqin ki video paylaşmadığım üçün. Yəni o qardaşıma səslənirəm ki, yəni qızdır, oğlandır, fərqi yoxdur. Deyirəm ki, yəni mən bildirmişəm, yəni görməyənlər də postlar bölməsinə həmişə baxın, kontrol yəni. Yəni araşdırın. Mən həmişə video paylaşmayanda falan, yəni paylaşmasam da səbəbini açıqlayıram, yəni niyə paylaşmıram. Ona görə yəni abunədən çıxmağa gərək yoxdur. Yəni çıxmayın abunədən dostlar. Mən həmişə sizə videosu buraxmayacağam. Yəni belə istəyirəm, yəni kanal açmışam, o kanalın linkini buraxacağam və özümü göstərəcəm falan, tepki verəcəm zat. Yəni bildiniz o mən başqa youtuberlərdən görmüsünüz məncə, izləmisiniz. Yəni mən də sizə belə bir kanal yaradım. Kanalla gedək və burada da mobil oyunlarımı paylaşmağa davam edeyim. Və dostlar bu bölümdə artıq zombinin boss'la oynadı. Vaxt olduğu üçün vaxt qoymuşdu. Ora 3 dəqiqə vaxt qoymuşdu. 3 dəqiqə ərzində öldürənmədik. Təəssüf olsun. Gələn bölümdə inşallah, yəni bu 4-cü bölüm elə oldu alınmadı. İstəyirəm. Bunu ikinci dəfə yəni ikinci dəfə də oynamaq olur bunu. Mark Times. Bunu isə ikinci dəfə də oynamaq olur. 23 saat vaxt. Eybi yoxdur, yəni dostlar video artıq 18 dəqiqədir. Yəni mən bunu belə oynayaram. Silahı falan alaram sonra gələn bölümdə. Əgər elə olsa da, yəni 20 saat vaxtı qalıb çünki onu eləməliyəm, tamamlamalıyam yəni. Eləyək dostlar, onu eləncəyik. Sonra silahı da alaram, yəni elə olsa canı belə davam etsə yaxşı olar məncə. 3 dəqiqə ərzində öldürə bilərəm təbii ki də. Dostlar, yəni 9x canı azalmışdım, 3x qaldı canı. Yəni bunun da 3x-i 3 dəqiqədə falan yəni azalmaq işlədi. Silahı da alıb gələn bölümdə göstərək, yəni. Gələn bölümdə bunun da silahımı da yeni silahla inşallah alarıq. Biraz da bitirib tamamlayıram bunu. Və gördüyünüz kimi dostlar artıq hekayeli modlarımız var. Yəni hekayeli modlar serisi də başlayacaq dostlar. Bir də birinci bölüm 2 lənimiz. Burada görevlərin pulları da var dostlar. Gördüyünüz kimi pul da verir. Yəni biz də görevləri tamamlayaraq, xəritələri oynayacağıq yəni. Rain Town. Birinci bu xəritədən başlayacağıq. Axıra qədər. Sonra bu. Belə yəni gedəcək. Bundan oynayıb məsələn bununla oynamaq olur. Amma mən belə gedəcəm, yəni sırayla gedəcəm. Sizin arxada olmayın, yəni bildiyim kimi hər bölüm gələcək, yəni bölümə gəlməyə davam edəcək. Mən də sizin üçün bunları paylaşacağam. Və o bir kanalda da yəni pusuda olun, izləyin o bir kanala, abunə olun. Linkini yorumlar qismində buraxacağam. Abunə olun ki dostlar, bir işlər açın o kanalda. Bir gün burada video gələcək, bir gün də oldu. Yəni bunu da bildirəm. Unutmayın dostlar. Bəli dostlar, yəni məndən bu boss'u öldürə bilmədi təəssüf olsun, amma mən bunu sonra oynayıb, davamını gətirib, silah alıb 5-ci bölümdə yeni hekayeli moda başlayacağıq, hekayeli seriyə başlayacağıq. Yəni çox uzatmayayım da, yəni çox danışıram. Mən niyə videoda çox danışıram bilmirəm.
O siz də əsəbləşirsiniz əvvəlcə. Hə, kim olsa əsəbləşər qardaş. Yəni qurtardı, mən qurtarmaq bilmirəm. Nəysə dostlar, videomuzu buraya qədər özünüzə yaxşı baxın. Kanala like, kanala abunə olub like atmağı unutmayın. Gələn videoda görüşərik. Görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.